Deyirsən namaz qıldır ki, mən 5 dənə qaçın ailəsinə baxıram. Niyə görəsən? Mən 3 dənə yetimə baxıram. Yəni bu belə sanır ki, bu baxmasa, bu kömək eləməsə, bu kiməsə əl yetirməsə, onlar ac qalacaqlar, onlar suz qalacaqlar, onlar yaşaya bilməyəcəklər. Dünyanın axırıdır. Əgər bir nəfərə yaxşılıq edə bilirsənsə, İmam Hüseyin əleyhissalam buyurur, insanların sizə olan ehtiyacı Allahın sizə verdiyi neymətdir, qədrin bilin. Əgər bir nəfərə yaxşılıq edə bilirsənsə ki, bu yaxşılıq eləməkliyi Allah sənə nəsib eləyib, onu ilə fəxr eləmə, şükr elə ki, əvəzində Allah sənə bir şey versin. Neyin ki, onu vasitə edib əlində başqa məsələləri də üstündən atasan. Ona görə bəzən insan bir ömür çalışır, zəhmət çəkir, hətta mənəvi sahələrdə, namazında, orucunda. Görsə, məsələn, bir nəfər Quran əzbərləyib, faydası yoxdur. Niyə? Quranı əzbərləyib, mən şəxsən görmüşəm, eşitdiyim məsələləri adətən az deyirəm mən. Gördüyüm məsələdir. Fəxr eləmək üçün deyir ki, mən Quranı əzbərləmişəm. Başqa heç bir məqsəd yoxdur. Və o Quranı əzbərləyə günah deyilir. Hafiz-i Quran'dı, toyda oynayır. Maşallah, qəşəng hafizdir bu. Bunun davamçısı nə gündə olar? Ona görə imam buyurur ki, həm maddi sahələrimizə aiddir, həm mənəvi sahələrimizə aiddir ki, çəkdiyimiz zəhmətlər bəzən boşa gedər. İnsan bir ömür zəhmət çəkər, qiyamətdə gələr, əməl dəftəri boşdur. Niyə? Çünki yandırıb gəlmişdin. Ya da bəzən heç yazdırmamışdın. Yazdırmamaq necə olur? Bir budur ki, mən namaz qılıram, eləyirəm, 1 il, 5 il, 10 il, 3 il, 8 ay, 9 ay yazdılar ki, namazı var bunun. Sonra bir dənə əməl eləyirəm ki, onu yandırıram. Bu bir məsələdir. İmam Sadiq əleyhissalam buyurur ki, bəzən heç yazdırmırsınız. 50 ildir namaz qılır, bir dənəsi də qeydiyyata düşməyib. Dedilər necə? Dedi, o namaz ki, fikriniz özünüzdədir, Allahda deyil və işlərinizdədir. O namazın qutarmağın gözləyər mələklər. Namazı ki, qıldın, qutardın, imam misal vurur. Deyir, çürük bir paltar kimi çırparlar adamın təpəsinə. O hədisi bilir, orada bir nəfər başını tutur tez. Deyir, onu bir çürük, bir əski kimi çırparlar adamın təpəsinə. O da toz olub, dağılıb gedər. İnsan ama onu görmür. Bu, o namaz ki, heç yazılmır. Bəzən bu cür bir ömür olur, heç yazılmır. Bir ömür olur, heç yazılmır. Ona görə Əmir Əl-Mömin əleyhissalam buyurur ki, nə çox çalışanlar ki, bir yerə çatanmədilər. Həm maddi, həm mənəvi sahədə. Nə çox zəhmət çəkənlər ki, zərərdən başqa bir şey eləyə bilmədilər. Zərərdən başqa bir şey eləyə bilmədilər. Bəzən insan namazı ilə, bəzən elmi ilə, bəzən bildiyi ilə, bəzən oxuduğu ilə, bəzən ibadəti ilə ki, fəxr eləyir, hamısını yandırır, tökür. İbadəti ilə ki, fəxr edir. Məsələn, mən bu məsələ dairə axırda bu şeylər, yazıçılar ittifaqı filan, bizim o tərcüməçi qardaşlarımız pul qoyacaqlar, mənə aradan göstürəcəklər. Kaş bu kitablar tərcümə olmayaydı. 5 dənə kitab oxuyub qardaş olub mufti. Fətva verir ki. Təsəvvürlə bu 15-dən oxusa nə olar? 20-dən oxusa nə olar? 50-dən oxusa nə olar? 100-dən oxusa nə olar? 1000-dən oxusa nə olar? 2000-dən oxusa nə olar? 2500-dən oxusa nə olar? Mən 2500-dən gəldim, çünki 2500 kitab oxuyan adam görmüşəm. Bizim ustadlarımızdan biri vardı, 2500 kitab oxumuş, daha sahi ver. Bilirsiniz neçə yaşında oxumuşdu 2500 dənə kitabı? 70 yaşına çatanda yox, 23 yaşında mən onu tanıyanda o 2500 dənəni qutarmışdı. İndi Allah bilir 10 mindir, 20 mindir. 23 yaşında 2500 dənəni oxumuşdu. Amma görüşməyə gələndə üzün, başın görmürdün. O qədər təvazukarcasına rəftar edirdi ki, baş sinəsindən, çənə sinəsindən ayrılmırdı. Əylə-əylə görüşürdü adamla. Onun oxuduğu nəticə vermişdi. 5 dənə kitab oxuyuram, hələ neyin ki bu cəmiyyət, fəqihlərimdən də səhv tuturam, fəqihlərimdən də işgal tuturam. Ona görə Peyğəmbər buyurur, mən izzadə ilmən və ləm yəzdid hudən, ləm yəzdid minəllahi illa bu'da. Hər kim məlumatın, elmin çoxalda,
hidayətin və özün ona tətbiqləşdirib əməli formada yaşamaya Allahdan yalnız uzaqlaşa bilər. Ona görə Peyğəmbər buyurur, mən alim çox bilənə yox, əməl eləyənə deyirəm. Bir dənə hədis bil, əməl elə lazımdır, görə gedib 100 dənə hədis əzbərləyəsən. Odur ki, Həzrəti Əmir əleyhissalam buyurur, bəzən insan mənəviyyatın da içində uduzmuş ola bilər. Allah bundan bizə pənah versin. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, lam yelid və lam yulad və lam yekun lehu kufuvan ahad. Vesselamu aleykum və rahmetullah. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala Rasulihil amin ve alihil meyamin ve la'nu ala a'daihim ecma'in ila yevmiddin. Nahmeduhu ve nesta'inuhu, nestağfiruhu ve netubu ileyh. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu kavli. Sadakallahul aliyyul azim. Ondan sonra Əmir el-Müminin aleyhissalam xutbənin ardında buyurur ki: وَقَدْ أَصْبَحْتُمْ فِي زَمَنٍ لَا يَزْدَادُ الْخَيْرُ فِيهِ إِلَّا إِدْبَارًا وَلَا الشَّرُّ فِيهِ إِلَّا إِقْبَالًا. Buyurur, bir dənə fəsadın içinə gəlib düşmüsünüz, bir dənə zamana çıxmısınız. Baxın, bu məsələlərə bir dəfə toxunmuşduq, işarə eləmişdik. Yenə qısa deyirəm, inşallah tövfiq olsa başqa vaxtlarda da bu mövzu ilə bağlı işarə olunar. İmamlarımızın sayının 12 dənə olmasının bir səbəbi də bundan ibarət idi ki, onların imamət dövrü var. Həzrət Peyğəmbərin rihlətindən İmam Zaman əleyhissalamın qeybə çəkildiyi dövrə qədər ki, nə qədər eləyir? Hicrətlə saysaq 260 il. 255-də İmam Zaman əleyhissalam dünyaya gəlib, 5 yaşında da qeybət suğra başlayıb. Belə 260 il hicrətlə saysaq, indi biraz da Peyğəmbərin hicrətindən bu tərəfəsində bir çıxsaq, 250 il belə orta hesabla. Bu 250 illik tarix axarına baxsız, ondan sonra, yəni o 250 il artıq 1100 ildir bitib. 1200 ildir bitib, düz? Bu 1200 ilə yaxın, 12 əsrə yaxın bir dənə zaman ki keçir. Baxın, bu 12 əsrlik zaman bura qədər və bundan sonra da qiyamətə qədər dünyanın gedən bütün zaman və dövrləri o 250 illik zaman əhatəsi dairəsindən və çərçivəsindən çıxmayıb, çıxmayacaqdır. Yəni, insan özü üçün istənilən bir zamanda istənilən məsumun həyatından nümunələr götürüb özün ona tətbiq eləyib, o zamanda onlar necə eləyirdilərsə eləyə bilər. Ona görə bir səbəbi də budur. Allah onları müxtəlif zamanlarda yaşadıb. Baxın, Həzrəti Əmir əleyhissalamın dövründən İmam Baqir əleyhissalama qədər, yəni İmam Səccad ağanın ömrünün sonuna qədər xüsusi bir dövrdür. Bu bir başqa dövrdür. İmam Baqir əleyhissalamdan İmam Kazım əleyhissalama qədər bu bir dövrdür. İmam Kazım əleyhissalamdan İmam Zaman əleyhissalama qədər də bir başqa dövrdür. Ki hər zaman insanlar bu dövrlərlə üzləşə biləcəklər. Yəni qiyamətə qədər elə bir dövr örnəyi yoxdur ki, bir dənə məsum o dövr üçün addım atmamış olsun. Bir dənə məsum o dövr üçün addım atmamış olsun. Ona görə bəzən bu günləri bəzi sözlər ki, məsumlardan hədislər ki bizə gəlib çatıb ki, eyni zamanda bu sinfə başda ayələr şamildilər. Görsən Allah və məsumlar ki, Allahın elmi ilə danışıblar, insandan bir cür danışırlar ki, sanki indi sənin elədiyi görüb bu sözü sənə deyir. Elə bilsən bu əməli bunun qabağında eləmisən sənə deyir. Ya bəzən bəzi hədislər oxuyuruq, mənim özümün qardaşlardan eşitdiyim, məsələn bir hədis oxuyursan, İmam Kazım əleyhissalam belə buyurmuşdu. Deyir, buna baxır, elə bir ki, ağa mənə baxırmış.
Və yaxud bəzən hətta bəzi qardaşlarım biraz, mən üzr istəyirəm bu ifadəmə görə, biraz da hesablamaları, riyaziyyatı yaxşı oxumadıqlarına görə bəzən belə deyirlər. Elə bilirlər ki, məsələn, onun elədiyini mənə kimsə deyib, mən də buradan cümə xütbəsindən ona sataşıram və söz deyirəm. Yox, bu cür deyil. O söz ki deyir orada xətib və gəlir mənim qabırğama yapışır, o nə xətibin sözüdür, nə də səndən kimsə ona söz deyib. O Həzrəti Əmir əleyhissalamın, İmam Əlinin, İmam Kazımın, İmam Baqirin, İmam Sadiqin, İmam Hadinin, İmam Əskərinin sözlərinin əhatə dairəsinin genişliyidir ki, bütün zamanlarda səni tuta bilir və sənə yapışa bilir. Bütün zamanlarda səni hidayət edə bilir. Sən deyə bilirsən ki, İmam Hadini sənin üzrə oturub bu cür deyir. Ona görə bu sözlər ki, Həzrət deyir, elə bir şey elə oradan oturub bura deyir. Əlbəttə bu şeylər orada da var idi. Məsələ budur, indi baxın, eyni şeylər hindi də var. Buyurur ki, mən deyim bunun tərcüməsini, izaha qalsın inşallah ömür vəfa eləsə, gələn həftəyə. Buyurur, və qəd əsbəhtum fi zəmənin. Baxın, Həzrət Əleyhisselamın dövrün nəzərə almayın. Fərz eləməyin ki, Həzrəti Əmir əleyhissalamın dövründə ictimai fəsad çoxalmışdı deyə Həzrəti Əmir bu cür çıxış edirdi. Heç deməyək bu qədim zamanlarda olub. Mən gəlmişəm sizə bir dənə ibarət oxuyuram. Görün bu söz bu günümüzə 2015-ci ilin fevral ayının, fevral dindi? Maşallah yatmamışsınız. Mart ayının neçəsidir? 6-sı cümə günü saat 13:43 radələrə təsadüf edir. Elə bir şeylə hindidir. Buyurur, və qəd əsbəhtum fi zəmənin la yəzdadul xeyru fihi illa idbara. Əmir əleyhissalam buyurur ki, siz bir dənə zamanda yaşayırsınız. Hətta insan biraz da düşünsə, fikirləşər ki, bu söhbətlərin oradakilara aidət yox ki, bizə daha çox aiddir. Deyir, siz bir dənə zamanda yaşayırsınız ki, və başqa bir dənə mənası var. Və qəd əsbəhtum, yəni gəlib bir dənə zamana çıxmısınız ki, deməli, haçansa belə olmayıb, ged-gedə pisləşir. Deyir, gəlib bir dənə zamana çıxmısınız ki, la yəzdadul xeyru fihi illa idbara. Xeyirlər sizə arxa çevirməkdən başqa bir şey eləmir. Xeyr ancaq sizə arxa çevirir. Mən lab lorusunu deyirəm, sonra inşallah izah verərik. Və la şərru fihi illa iqbala. Şərlər və pisliklər də yalnız sizin qarşınıza çıxıb sizi qarşılayır. Görün bizim zamana necə oturur. Deyir, siz bir dənə zamana gəlib çıxmısınız ki, siz bir dənə zamanda yaşayırsınız ki, xeyirlər və yaxşılıqlar hamısı sizə arxa çevirib, pisliklər də hamısı sizə üz gətirib və hər yerdə sizi pislik qarşılayır. Hər yerdə sizi şər qarşılayır, hər yerdə sizi fəsad qarşılayır, hər yerdə sizi günah qarşılayır, hər yerdə sizi birbaşa Allahın əmrindən kənar olan və insanların formalaşdırdığı şeytani əmirlər, qanunlar, qaydalar qarşılayır. Elə bir ki, bu zamana daha çox yapışır.